Salam əziz müəllimlər və şagirdlər, mən Murad müəllim. Bugün sizlərlə nəsil ağacı suallarının izahına baxacağıq. İzaha keçməmişdən öncə bir şey bildirmək istəyirəm. Bundan öncəki Naxçıvan arasında sertifikasiya imtahanında istifadə olunmuş sualları e, izah edərkən bir sıra yanlışlıqlara yol verilmişdir orada. E, Hansı ki, buna səbəb, belə deyək, oturub bir-bir müəllimlərdən dinləmişik bu sualları əldə edə bilmək üçün onların ağzından eşitdiklərimizi test halına gətirmişik, düzüb qoşmuşuq. Yəni bu qədər iş, yorğunluq, həm növbəti hazırlığa çatmaq məsələsi filan, yəni bir çox ünsürlər burada yanlış qərarları seçməyimizə səbəb olub və həmçinin orada istifadə olunmuş sualın keçən ilki sertifikasiya imtahandakı sualın demək olar ki, tıpatıp eynidir. Sadəcə birində Klienfelterlə əlaqəli əlaməti soruşurdu. Digərində isə Şeşevski terminlə. Dildə desəm də ki, yəni tutaq ki, X0 xromosomu bu cür şəkildə olması, yəni hansı xəstəliyə səbəb olar tutaq ki, hə, təbii ki, bu Şeşevski termindir. Bunu hər kəs bilir. Bu kitabda olan bir məlumatdır. Hə, yəni fikir dağınıqlıq, yorğunluq və sair və sair səbəblərdən götürüb keçən ilki sualın cavabını burada qeyd etmişəm ki, hə, bu Klienfelterdir. Hə, buna görə həqiqətən biraz gülməli vəziyyətdir, amma hər birinizdən üzr istəyirəm. Müəllim olaraq təbii ki, məsuliyyətli olmaq məcburiyyətindəyik. Çünki bunu biz izah ediriksə, bizi dinləyən bəlli bir kütlə var. Fikir qarışıqlığı yaranır və sair və sair. Belə, bu cür halları sizlərdən nəzərə almağınızı xahiş edirəm. Belə, birinci suala baxaq. Aşağıdakı nəsil ağacında X xromosomu ilə ötürülən hemofiliya xəstəliyinin bir ailədəki irsilik gedişatı verilmişdir. Bu arada bir başqa sual da var idi orada. Xromosom genom mutasiyaları. Onda da eyni vəziyyət yaranmışdı. E, Sadəcə variantların yerini dəyişik seçmişik orada da. E, Belə yəni. Bu iki sualı yəni mütləq şəkildə bilin deyə ayrıca sizlərə bildirdim. Başlayaq, çox vaxtınızı almayım. Aşağıdakı nəsil ağacında X xromosomu ilə ötürülən hemofiliya xəstəliyinin bir ailədəki irsilik gedişatı verilmişdir. Yenə də sürətli izah etməyə çalışacağam. İnşallah ki, bu səfər bu cür diqqətsizlik etmərik. 1, 2, 3, 4, 5, 6 nömrəli, belə deyək, nəsil ağacında fərdləri verib bizə. Nəsil ağacındakı rəngli fərdlərin hemofiliya xəstəsi olduğunu nəzərə alaraq. Aha, hemofiliya xəstəsi isə erkəyin hemofiliya xəstə olmasını mən X üzəri kiçik H Y şəklində göstərərəm. Anaya baxdığım zaman görürəm ki, anada heç bir problem yoxdur, rəngsiz verilibdir və əmələ gələn qız övladlarda da heç bir problem yoxdur. Demək ki, mən bunun genotipini yazaram, tutaq ki, X böyük H, deyək ki, X böyük H şəklində yazaram. Və və buradan əmələ gələn qızlar artıq nə oldu? X böyük H, X kiçik H şəklində oldu. Burada X böyük H, X kiçik H şəklində oldu. Burada əmələ gələn erkək X kiçik H, Y şəklində olacaqdır. Bu X kiçik H, Y şəklində əmələ gəlibsə, erkək sağlam göstəribdir. X böyük H, Y şəklində göstərərik bunu. Erkək özündən Y verəndə demək ki, nə olub? 4 nömrəli fərd özündən X üzəri kiçik H-ı verib ki, bu cür 6 nömrəli xəstə erkək əmələ gəlibdir. Baxaq. İndi deyir ki, 1 nömrəli iddiada deyir, 6 nömrəli fərdin hemofiliya xəstəsi olmasına 2 nömrəli fərdin təsiri vardır, deyir. 6 nömrəli fərddə gördüyüm X üzəri kiçik H kimdən gəlibdir? 4 nömrəli fərddən gəlib. Bəs 4 nömrəli fərdə kimdən gəlibdir? Ona da 2 nömrəli fərddən gəlibdir. Buna görə də 1 nömrəli iddianı doğru qəbul edərəm. 2. 1 və 2 nömrəli fərdlərin doğulacaq bütün qızları hemofiliya xəstəliyi baxımından sağlamdır. 1 və 2-nin doğulan qızları göz önündədir. Elə bunlara baxın, hər ikisi elə daşıyıcı görünür burada. Demək ki, bu səhvdir. 3, 1, 3 və 4 nömrəli fərdlərdə hemofiliya ilə bağlı allel yoxdur. 3-də də var, 4-də də var. Elə bu mənə bəs edir ki, variantı səhv olaraq götürüm. 4, 4 nömrəli fərd deyir, sağlam olmağı təmin edən alleli 1 nömrəli fərddən, hemofiliya olma alleli isə 2 nömrəli fərddən almışdır. 4 nömrəli fərddə X böyük H, X kiçik H-dır. Deməli, bu sağlam olma
olmasını təmin edən böyük H-ını, yəni həqiqətən də bir nömrəli fərddən alıbdır. Xəstə olma genini, belə deyək, allelini isə nədir? 2 nömrəli, yəni bax buradan x üzəri kiçik h. Buradan almış olacaqdır. Yəni 4 nömrəli iddia da doğrudur. Doğru cavab oldu 1 və 4 B variantı. Sonra keçək ikinci sualımızda deyir, burada fərdlər verilibdir fərqli qan qruplarında və nömrələrdə göstərilən fərdlərdən hansılarının qan qrupu genotipi mütləq heterozigotdur deyir. A ilə B birləşib O əmələ gəlibsə, deməli bunun da O'su var, bunun da O'su var. Və burada O, bir dənə də B əmələ gəlib. B əmələ gəlibsə, deməli bunun da yanında O'su var. A ilə BO birləşib, burada AB əmələ gəlib və tək A əmələ gəlib. Bu da təbii ki, nədir? AO-dur. Heç bu ehtiyac da deyil zaten. Nömrələnməyib çünki bu. Baxıram hansılar heterozigot oldu. 1 oldu, heterozigot 2 oldu. Bir də 4 nömrəli fərd heterozigot olmuş oldu. Ee, Doğru cavab D variantı. Sonra baxaq 3-cü sualda deyir, aşağıdakı nəsil ağaclarında bir ailənin qan qrupları verilmişdir. Tamam. Samir və Leyla'nın qan qrupu görüntüləri aşağıdakılardan hansındakı kimi ola bilər deyir. Hansındakı kimi ola bilər? Baxdığımız zaman e, deməli e, Samir və Leyla. Samir dediyi erkəkdir, budur. Leyla da dediyi budur. Baxdığım zaman A ilə B birləşib yenə O əmələ gəlib. Deməli bunun da O'su var, bunun da O'su var ki, O'lar birləşibdir. Həmin birinci qan qrupunu əmələ gətiribdir. Sonra buradan əmələ gələnlər A-nı görürəm. A necə əmələ gələ bilər? A həmin bu BO-dakı O ilə birləşib AO şəklində əmələ gələ bilər. Və bu AO ilə B-nin birləşməsinin sonrakı dönəmdə baxacağıq. Sonrakı yəni mərhələdə. AB ilə AB birləşibdir. Burada həm A əmələ gəlib, həm də B əmələ gəlib. Demək ki, əmələ gələnlər nədir? AA-dır, bu da BB-dir. AO ilə BB-nin birləşməsindən əmələ gələn fərq nə olacaq? Bir AB olacaq, bir də nə olacaq? BO olacaq. AB ilə BO-nu axtaran variantlarda elə C variantında görmüş oldum. Və yaxud da bunun tərsi də ola bilər. Samirə götürər, məsəl üçün BO düşmüş ola bilər, Leylaya düşmüş ola bilər AB. Bu şəkildə də yəni götürsəm doğru olmuş olacaqdır. Sonra 4. 4-də deyir ki, insanda alınan qan nümunəsinin üzərinə aşağıda qeyd olunan qan zərdabları damladılmışdır və 3 nümunədən sadəcə 1 və 3 qan nümunələrində çökmə baş veribdir. Demək ki, mənə rəngli göstərdiyi şeylər çökməni ifadə edirmiş. Anti-A, yəni A antitelini çökürdübdür burada. Baxın, burada mən məsəl üçün BB yazıram, 3-cü qan qrupunu yazıram. Bunun nəyi var? B antigeni var eritrositin üzərində. Bir də nəyi var? A antiteli var plazmasında. Demək ki, mən bu A-nı, A antitelini yəni damlatdığım zaman çöküntü əmələ gətirdiyini görürəmsə, bu nədir? Bir nömrəli olan qan ikinci qan qrupudur. İkinci qan qrupudur. Çünki ikinci qan qrupunda nədir? AA. Deyək ki, bunun eritrositin üzərində nə var? A antigeni var. A antigeni, antigen. Plazmasında da nə var? B antiteli var. Üzr istəyirəm. B antiteli var. B antitel. Tamam. Demək ki, mən dedim, hər zaman müəllimlər, diqqət edin, eyni adlı antitel və antigen bir araya gəlməsin. Gələrsə çöküntü baş verir. Demək ki, mən burada A antitelini görürəm. Burada da nə görürəm? İkinci qan qrupda A antigenini görürəm. Demək ki, bu birləşmə nə verə bilər mənə? Həqiqətən də çöküntü verə bilər. Sonra baxıram, anti-B. Yəni B antitelini gəlibdir bunun üzərinə, amma çöküntü baş verməyib. Demək ki, nədir? Yenə də mən bunu ikinci qan qrupu olaraq nəzərə alaram. İkinci qan qrupu. Eritrositin üzərində nə yoxdur? Eyni adlı antigen yoxdur. Yəni A antigeni var. Əgər B antiteli olmuş olsaydı, B antigeni olmuş olsaydı, bu B antiteli ilə nə olacaqdı? Yenə də çöküntü vermiş olardı. Demək ki, bunun eritrositin üzərində fərqli hərflə işarə olunmuş antigen var. Bu da ikinci qan qrupudur. Yenə də 3-də isə qeyd olunan nədir? Anti-D, yəni D antiteli. Zaten bunların hər birindən sübut olunur ki, bu ikinci qan qrupu imiş nümunədəki qanlar. D antitelinin çöküntü verməsinə səbəb nədir? Burada olan eritrosit üzərində D antigeninin olmasıdır.
Tamam. Demək ki, bu müsbət 2 qan qrupuna sahib bir qan imiş. E, İnsanın qanı imiş yəni. Tamam. D antigenini gördüm burada. Demək ki, müsbətdir. Müsbət 2 qan qrupuna sahibdir. Buna əsasən deyir bu insanla bağlı bir eritrositində A antigeni mövcuddur. İkinci qan qrupudursa eritrositində A antigeni bəli mövcuddur. İkidə deyir qan plazmasında B antiteli var. Tamam, zaten burada qeyd etmişəm ki, ikinci qan qrupunun plazmasında B antiteli var. Doğrudur. 3. Eritrositində RH ilə bağlı antigen yoxdur. Bax, burada deyirəm ki, RH ilə bağlı D antigeni var deməli. Eyni adlı antitel və antigen bir araya gələrsə çöküntü baş verər. Demək ki, D antitelini əlavə edibsə, bunun özündə D antigeni var imiş ki, bu çöküntüyə səbəb olubdur. Demək, 3 nömrəli müddəa nədir? Antigenin olmaması ifadəsi səhvdir, yəni var bunun. 4. Qan plazmasında anti-R antikoru ola bilər deyir. Bir qan qrupunda ya plazmanın üstündə ya bu bir qan qrupu ya müsbət olar, ya mənfi olar da. Müsbət olarsa eritrosit üzərində D antigeni var, plazmasında artıq D antiteli olmayacaq. Mənfi qan qrupudursa plazmasında D antiteli var. Eritrositində artıq D antigeni görməyəcəksən. Demək ki, bu müsbət olduğuna görə də nədir? Qan plazmasında həmin bu mənfi qan qrupuna sahib insanda olan D antitelini neyəcəm? Görməmiş olacam. Burada isə ola bilər deyir. Bu da səhvdir. Doğru cavab elə B variantı olmuş olacaqdır. Sonra bir suala da baxaq. 5. Aşağıda 4 fərqli ailənin nəsil ağacı verilmişdir. Bunlardan deyir hansılarının hər iki övladında da genotip mütləq eynidir. Burada nəsil ağacına aid işarələri bildirərkən dedik ki, genotipin mütləq eyni olması üçün nədir? Eyni yumurta əkizi olmalıdır. Eyni yumurta əkizinin işarəsi necə idi? Dedik ki, bir cizgidən aşağı doğru çıxıntı, çıxıntıdan isə yanlara doğru 2 çıxıntı və bu çıxıntıların ayrıca bir xəttlə birləşməsini görməlisən sən eyni yumurta əkizi deyə bilmək üçün. Burada da buna uyğun olan bir dənə 3-dür. Deməli, doğru cavab nə olur? Yalnız 3 A variantı. Sonra bir dənəsinə də baxaq. 6 nömrəli sual. Canlılarda olan polisaxaridlər müəyyən xüsusiyyətlərinə görə KLMN şəklində qruplaşdırılmışdır. Qruplaşdırılan polisaxaridlər deyir. Polisaxaridlərə baxdığımız zaman görürük nəyi? Selluloza, nişasta, glikogen, xitin. Bunları deyir bitki mənşəli olan, heyvan mənşəli olan, ehtiyat halında olanlar və quruluş struktur funksiyalı olanları qruplaşdır. Bitki mənşəli olanları bilirəm ki, nədir bu? Selluloza ilə nişasta. Yəni burada yazaram K-nı, 1-ə yazaram K-nı daha doğrusu. 2-yə yazaram nəyi? 2 heyvan mənşəli olanlar. Heyvan mənşəli olanlar alacaq glikogen və xitin. Yəni 2-yə oldu el. 2 oldu el. 3 ehtiyat halında olanlar. Ehtiyat halında olanlar glikogen və nişastadır. 3-ə aid oldu M. 4-ə də aid olan nə olacaq? Quruluş funksiyalı olanlar. Təbii ki, sellulozanı bitkilər üçün götürərəm. Xitini də həşəratlar məsəl üçün götürə bilərəm. Bitki və heyvan üçün götürə bildim. Quruluş funksiyalı olan maddə olaraq. 4-ə də aid oldu nə? N. Oldu. Aha. Sonra baxaq nəyə? 7 nömrəli suala baxaq. 7 nömrəli sualda deyir, aşağıdakı nəsil ağacının müəyyən bir əlaməti fenotipində daşıyan bütün fərdlər rəngli olaraq verilmişdir deyir. Heç bir hansı bir əlamət olduğunu bildirmir, necə keçdiyini bildirmir, sadəcə rəngli olanın əlaməti daşıdığını bildirir. Vəssalam. Demək ki, bu zaman mən görürəm ki, bu xəstəlik həm dişidə var, həm erkəkdə var. Həm dişidə, həm erkəkdə olan xromosom nədir? X xromosomudur da. Demək ki, bu Y xromosomu ilə keçən bir əlamət olmayacaq. 1 getdi. 2. X xromosomu ilə əlaqəli resessiv bir allel ilə irsən ötürülür deyir. X xromosomu ilə resessiv keçən. X üzəri tutaq ki, kiçik H yazın, hemofiliya olsun deyək ki. Buna da Y yazın. Digər valideynin nə olduğunu bilmirəm. Təyin etmək üçün baxıram övladlara. Övladların içərisində xəstə olan varsa, deməli ata özündən Y verəndə ana nə edib? Özündən bir dənə həmin bu X üzəri kiçik H-ı yönəldib ki, bu cür xəstə övlad erkək əmələ gəlibdir. Deməli,
burada bu cür ata və ananın genotipini təyin etdik. Sonra buradan baxıram, dişi nədir? Sağlam formada göstərilib mənə, yəni rəngsiz formada. Dişinin əmələ gəlməsi x üzəri böyük h-la buradakı erkəkdəki x üzəri kiçik h-ın birləşməsindən əmələ gəlmiş olacaq. X üzəri kiçik h. Bu da nədir? Xəstədir. X üzəri kiçik h y-dir. Bu da x üzəri kiçik h y-dir. Bunların birləşməsindən yenə də x üzəri böyük h, x üzəri kiçik h şəklində əmələ gəlmiş olacaq ki, yəni verilən bu cür rənglənmə həmin resessiv olaraq əlamətin ötürülməsini yəni heç bir problem yaratmır da, yəni uyğunluq var yəni. Tamam. 2 nömrəli iddia nə oldu? Doğru qəbul etdik. 3. Autosom dominant bir allel ilə irsən ötürülür deyir. Autosom dominant bir allel ilə irsən ötürülür dediyi zaman baxırıq nəyə? Artıq cinsi xromosomlarla yox, autosom dominant formada keçən bir əlamət kimi baxacağıq buna. Olsun, tutaq ki, bu böyük A, böyük A olsun. Digəri nə olacaq? Baxıram, həm xəstə, həm də sağlam olan forma var. Təbii ki, bu daşıyıcı olacaq dişilər. O zaman mən yazaram belə, bu şəkildə ki, həm bunun rəngsiz olmasını təmin edə bilim, həm də əmələ gələn fərdlərin içərisində nə olsun? Həmin bu dişilər böyük A, kiçik A şəklində əmələ gəlsin və rəngsiz olaraq göstərilmədə uyğunluq ola bilsin. Bu cür yazılışdan sonra baxıram nədir? Böyük A kiçik A əmələ gəldi. Bu da böyük A kiçik A-dır. Bu da böyük A böyük A-dır. Tutaq ki, bu da böyük A böyük A-dır. Böyük A kiçik A ilə böyük A-nın birləşməsindən hansı ki bunlardan bəhs edirik. Burada əmələ gələn yenə də böyük A kiçik A, böyük A əmələ gəlmiş oldu ki, yəni üçüncü müddəamda nədir? Doğru olmuş oldu. Eyni şeyi götürüb resessiv formada çevirsək də heç fərqi yoxdur. Bunları mən, yəni bu əlaməti resessiv formada yazsam da yenə də heç bir fərqi olmayacaq. Yəni bu tutaq ki, bunu kiçik A kimi yazım xəstə olaraq. Bunu yazım böyük A kiçik A ki, bu kiçik A-sını qoydum ki, bu kiçik A ilə bu kiçik A-lardakı hər hansı bir kiçik A birləşəndə bu cür xəstə əmələ gələ bilsin deyə. Burada əmələ gələn nə oldu? Böyük A kiçik A-lar, böyük A kiçik A-lar, bu da kiçik A kiçik A, bu da kiçik A kiçik A. Böyük A kiçik A kiçik A kiçik A birləşməsi zaten mənə bir kiçik A kiçik A-nı, bir dənə də yenə də böyük A kiçik A-nı verdi. Və yəni dördüncü müddəamda nədir? Doğru olmuş oldu. Doğru cavab oldu Y variantı. Belə əziz müəllimlər və şagirdlər, sizlərlə bugünkü belə deyək, paylaşacağımız suallar bundan ibarət idi. Bunu həm müəllimlərin tələbi üzərinə çəkdim, həm şagirdlərin tələbi üzərinə çəkdim. Hansı ki, bildirdilər ki, müəllim, qan qrupları ilə bağlı, nəsil ağacı ilə bağlı çox böyük problemlərimiz var. Yəni, heç cürə anlaya bilmirik, həll edə bilmirik. Bu da müəyyən nümunələr olsun. Hansı ki, keçən il bilir ki, MİQ imtahanında da nəsil ağacı ilə bağlı sual yönəlmişdi və düşünürəm ki, bu ildə olacaq nəsil ağacı ilə bağlı. Təbii ki, bu artıq biraz məşhurlaşma dönəmindədir sanki. Belə, diqqət etməyinizi məsləhət görərəm yəni. Bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.